Salam əziz dəyərli izləyicilər. Bugün sizə qız bürcünü təqdim edirəm əzizlərim. Bax əziz qız, bu həftə sən elə bir çox şey düşünürsən. Düzdür, həmişə düşünürsən. Bu düşünmək sənin gözəlliyindir. Amma bu həftə düşüncələrin biraz da ağırdır elə bir, biraz da sıxdırır səni, sıxır səni. Sən özün haqqında bəzən özünü tənqid edirsən. Yəni yetərincə mi etdim, doğru mu qərar verdim, daha yaxşı ola bilərdi? Bu suallar bu həftə sənin başında fırlanacaq əzizim. Çalış ki, o sualları bir kənara qoy ginəm. Sadəcə bir an sakit dur ginən əzizim. Çünki burada işarə var. İncə, dəqiq, mükəmməl bir xətlər keçir. Uzun, düz xətlərdir. Amma fərqlisi budur ki, xəttin üzərində kiçik, xırda-xırda gözəl budaqlar çıxır, çiçəklər açır elə bir. Bu sənin bu həftəki enerjinin simvolunu göstərir. Yəni sən həmişə düz xət üzərində getsən, doğru yolla gedirsən, amma bu həftə o düz xətdən çiçəklər açır. Gözlənilmədən, planlamadan. Bax, sağ tərəfdə kiçik dairə var, tamamlanmamış bir dairədir. Bu dövrün elə bir bağlanmamış işarəsidir. Uzun zamandır davam edir bu şey. Amma bu həftə çox şeyin sonunu tapa bilərsən. Yəni hər bir şeyə hazır olmalısan. Daxili güclənmənin, xarici açılışın həftəsidir elə bir bəziləriniz üçün. Merkuri sənin planetində əzizim. Bu dövrdə çox aktiv mövqedə ola bilərsən, amma bu həftə Merkuri sənə sürət vermir. Yəni sənə Merkuri bu həftə dəqiqlik verir. Yəni bu həftə sənin gördüklərini, sənin anladıqlarını, sənin bildiklərini başqaları görə bilmir. Sən detalları görürsən. Sən bütün nüansları hiss edirsən. Sən hər şeyin içindəki həqiqəti tapırsan. Bu qabiliyyəti bu həftə bəlkə də rəhbər müdiriyyət işləyirsən, bəlkə də iş verənsən və ya sənin müdiriyyətin sənin bu həftə bacarığını yəni izləyəcək. Çünki bu həftə boyunca enerjin tədricən güclənəcək. Bazar ertəsi sakit, amma bir şeyin başladığını hiss edəcəksən. Amma çərşənbə axşamı bir aydınlıq anı gələ bilər. Amma cümə günü hər şey öz yerinə düşə bilər. Yerindəkilik bir hissiyatı var sənin. Bu hisslərdə həyatın, yəni necə də sənə verdiyi ən böyük hədiyyədir əzizim. Bəzən o hissiyatınla da yəni yanlış edə bilərsən. Bəzən hisslərin düzdür, güclüdür əzizim. Bəziləriniz nəşəylə belə keyfli ola bilərsiniz, hərəkət etmək istəyirsiniz. Yəni pozitiv olaraq. Birilərinə yardım edə bilərsiniz. Həyatın memarı sənsən əzizim, proqramlı, planlı, sədaqətlə hərəkət edəcəksən. Bax, yeni yolların başlanması üçün dirənirsən. Yetərincə düzdür, yoruldun, qayğılısan, yeni macəralara açıla bilərsən. Ruhun saflaşır yavaş-yavaş, xəyalların var, mənəvi güc, gözəl yollara. Əziz qız, hazır ol. Hər zaman sıfırdan başlaya bilərsən, cəsursan çünki. Bəzi rolları rədd edə bilərsən, yeni başlanğıca hazırlaşırsan. Düşüncələr içində sən çox şeyləri zehnində sakitliklə analiz edirsən, bəzi döngələrdən keçərək öfkəni geridə qoyacaqsan, qısqanclıq var, kontrolçusan, hər şeyi özüm edim, hər şeyi kontrol edim, bunu səliqəli qoyum, bunu ora qoyum, uşaq üçün belə edim, ailə üçün, yəni çox kontroldasan əzizim. Bəzi şeyləri biraz axara burax, gözləmədə qal. Düzdür, istədiyin gələcək, maddiyyatla əlaqəli problemlər var, itkiyə gedən pullar oldu, bir şey satıla bilər, bir məsələ maddiyyatla əlaqəli istədiyin bir şey gerçəkləşə bilər. Sağlam addım atırsan, qarşı tərəfin gəlməyini inanmırsan ki, gələr, amma qayıda bilər, gözləmədiyin anda. Biriləri səni buraxmağı niyyəti yoxdur. Hətta sən onu, ailə içindən biriləridir burada, bəlkə də sən onu bağışlanmağını istəyəcək. Qərarsızlıqlar var. Başqa bir hədəfə yönümü vermisən. Biraz psixologiyan pozulmuş kimi də əzizim, amma səbr et, səbirli ol ginən əzizim. Bəzi şeylər var ki, istədiyin bir şeylər var ki, ondan vaz keçə bilərsən, mücadilələr edirsən.
Qərarların çətin olsa da vaz keçmək istəyəcəksən. Bəzi şeylər var ki, vaz keçmək belə istəmirsən. Qırğınlıqlar, qayğılar kənara qoyacaqsan. Bəzən sərt ola bilirsən. Mücadilə edirsən, istədiyinə nail ola biləcəksən. Bir xəstəlikdir, bəlkə də həmin xəstəlik yenidən baş qaldıra bilər və ya bir xəstəliklə məşğul ola bilərsən. 2 həftə müalicəsi çəkə bilər, bəlkə də xəstə ağırlaşa da bilər əzizim. Amma gözü olanlar çoxdur üzərində əzizim. 4 nəfərlə bir görüşmə, alacaq, verəcək məsələləri, ailə bağları ilə yol açıqlığı, qurban demisən əzizim bir məsələyə görə inşallah zamanla olar. Qohumların birilərlə ciddi söhbətin ola biləcək, bəzi əksikliklər yaşadın. Birisi sənin yanında yaxşı kimi göstərə bilər, fırlanar tülkü kimi ətrafında yaxşılıqlar edir kimi belə özünü apara bilər, amma yalandır. Biraz ehtiyatlı ol ondan, diqqətli ol ona qarşı, gözün açıq olsun. 3 nəfərə elə bir güvənməyib həyatından siləcəksən, bu da iş yerində ola bilər. 12-sində bir görüş, bir sevinç xəbəri ala bilərsən. Bu hərfinlə bir görüş, bir söz sahibi sizə söz verə bilər. 3 diləyim var, birisi gerçəkləşəcək, sıxıntıların, ağırlıqların gedəcək, sümük ağrıları, qol ağrıları, diz ağrıları, ayaq ağrılarına biraz fikir verginən əzizim. Yardım əlini uzada bilərsən, artıq heç kim məni incidə bilməz, işdə olan bir sevgin vardı, onu unuda bilmirsən, içindən keçənlər var, məhkəmə işlərin varsa da dostlar arasında bəzi sıxıntılıqları görəcəksən. 21-i 25-i arasında neysə bir imza ata bilərsən əzizim. Artıq sən əziz qız çox şeyləri görə getdin. Bir titrəyiş var burada. Bir şeyləri tez hiss edə biləcəksən. Ya cümə günü, ya çərşənbə axşam biriləri sənə bir şey yollaya bilər, ya bir şey deyə bilər. Bəlkə də sən onu çoxdan bilirdin. Amma həmin adamın ağzından o sözləri eşitmək istəyəcəydin. Yəni bəzi yalan dolan xəbərlər də sizə gəlib çata bilər. Bu həftə diqqətli ol. Uzun zamandır danışdığın bir yük o qədər uzun zamandır ki, artıq onun ağırlığını hiss etmirsən elə bir. Bu həftə o ağırlığın gedişini hiss edəcəksən. Bu həftə pərdə arxasında sənin haqqında bir söhbət gedə bilər. Sənin əməyin, sənin dəqiqliyin, sənin etibarlığın haqqında. Doğru yerdə, doğru vaxtda olacaqsan əzizim. Yəni sənin adın işığa çəkilir, yaxşılığa çəkilir. Amma bəzi də sənin pisliyi və dedikodular var. Yuxularına da bu həftə çalış, diqqət et. Yəni mesajların sənə gələ biləcək. Bəlkə də yanlış mesajlar da ola bilər əzizim yuxunda. Biraz ona da diqqət et. Bir dəqiq bir çox şeyi dəqiq yerində görəcəksən. İş yerində elə bir gücün artacaq. Hər şeyləri görəcəksən. Hər detalı, hər nüansı, yenə deyirəm. Hər çatışmazlığı da yəni görəcəksən. İmkan yolları açılır sənin üçün. Bir görüş, bir problemi həll edəcəksən. İş yerində bir şey hamı görür, amma hamı da keçir üstündən. Sən görürsən, amma bəlkə də əhəmiyyətsizdir deyirsən. Amma bu həftə əhəmiyyətsiz deyib keçsən də oradan keçməyəcəksən. Birlik, bərabərlik ola biləcək, əlinə bir pul keçə bilər, danışan şeylər ola biləcək. Ailədə biriləri dırdır edir və ya da iş yerində birisi o qədər dırdır edir, ondan uzaqlaşırsan. Borcun varsa borcun bitəcək, 4 gözlə gözlədiyin bir şeylər var, yoluna baxacaqsan. Səbr edə bilmədiklərində oldu, əli dolu, üzr istəyirəm, o qədər tez-tez deyirəm ki, əzizim, bax burada çaşıram. Əli dolu gələn biriləri olacaq. Qonaqların çox ola bilər bu həftə, gəliş-gedişlər çox ola bilər, amma evə girib çıxana bu həftə fikir ver əzizim. Əlindən maddiyyat çıxır, istəklərin gerçəkləşəcək, sinirlərin pozulub. Bir şey var ki, onu duyulmasını, eşitməyini istəmirsən. Birilərinin həyatı səni təcrübələndirə bilər. O hərfi səni çox gözləyir. Yeniliklər sizi tapacaq. 15 gün içində bir yerə gedə bilərsən. Dəqiq bir yolun ola biləcək. Kimlə yaşayırsansa sənə bütün əziyyət verir o insan. Amma dözürsən. Tahammülün qalmayıb artıq. Haqsızlıqlar var. Uğradın haqsızlıqlar. İçində bir qorxu var. Birdən yenə haqsızlığa uğramaq bir qorxusu var səndə. O enerjidən çalış, çıx ginən. Səni dolduruşa gətirən biriləri ola bilər. Öfkən var. Çalış buz kimi yox, biraz isti davran.
birindən bir səhv, bir xəta ola bilər sənə qarşı. Yersiz bəzən şübhələrin olur əzizim. Səssiz çox qaldın, çox qərarsızsan, ikiləmdə qalırsan. Özünü amma aydınlaşdıracaqsan. Bir işarə ilə qarşılaşa bilərsən, möcüzəvi məsələlərlə qarşılaşacaqsan, xəbər gözləyirsən, sonucu gözləyirsən, yaxşı ola biləcək, xəbər gələcək. Rəsmi sənədlə əlaqə, dövlət qapısından xəbər gələcək, gücü və əlva alırsan. Biraz bax girişkən olacaqsan, biraz işi gücləşdirəcəksən, dərin duyğuların var. Keçmişi buraxmaq istəyirsən, keçmişlə gələcək arasında qalacaqsan elə bir arada. İş həyatınızda ən böyük güc sizin etibarlıq dəqiqliyinizdir. Bax, bir açar alacaqsan, məsuliyyəti əlvə alırsan, sevinəcəksən ki, mən bacararam deyəcəksən. Bacaracaqsan, həmişə bacarmısan. Bəzən özünə inana bilmirsən. Bəlkə də həyat yoldaşının ailəsi tərəfindən bir söz eşidə bilərsən, bir nahaqlıq eşidə bilərsən, o səni üzə bilər, darıxdıra bilər, sıxıla bilərsən, amma boş ver ginən. Öz həyatıva doğru bax ginən. Çünki haqq öz yolunu tapacaq əzizim. Bəzən əməyin görünmür ortalıqda, ona yanırsan, o sənə təsir edir. Bəziləri sənin elədiyin zəhməti öz üçün, öz tövhəsinə götürür, öz adına götürür. Siz bunu görürsünüz, amma susursunuz. Susmağı üstünlük sayırsınız elə bir. Bu həftə bəzi mesajlarla, yəni yazışanda, danışanda biraz diqqətli ol, ifadələr və fikir ver, maddiyyatla xərclər və fikir verginən. Yəni büdcəvi bir bax ginən, büdcəvə görə hərəkət etginən. Sevgi həyatında son dəfə biraz aranızda küskünlüklər olmuşdu, amma artıq onu danışaraq aydınlığa çıxara biləcəksiniz. Çox diqqətlisən sevgiyə qarşı da. Ortaqlığın varsa ən kiçik bir şeylərini görəcəksən, onun nə istədiyini demədən biləcəksən. Yəni ortaq arasında biraz şübhələriniz ola bilər, biraz anlaşmamazlıqlar ola bilər. İçində çox ya ticarətlə məşğul olmaq istəyirsən, bizneslə məşğul olmaq istəyirsən, inşallah ki məşğul olacaqsan. Bəlkə də evdən bir satış edirsən, biraz durğunluq var, inşallah ki yaxşı olacaq. Amma harasa gedib gələndən sonra o durğunluq olmuş. Çünki nəzərlənmisiniz, üzərinizdə biraz nəzərlər var əzizim. Dürüst insansınız, qarşı tərəfdən də dürüstlüyü istəyirsiniz. Çox şeyləri analiz edirsən, çox şeyləri zehninə qoyub ürəyində danışırsan. Kainat sənə düzgün olduğunu göstərir, həqiqi olduğunu, dəyərli olduğunu göstərir. Bu həftə bir tanışlığın mümkündür. Diqqətli ol, düz etibarlı görünəcək, amma yenə də biraz araşdır ginən əzizim. Hər kəsi o dəqiqə həyatına salma ginən. Sən ailədə də nizamı qoruyursan, hər şey düzgün olmağını istəyirsən, hər kəsin yaxşı olmağını istəyirsən. Amma bu həftə ailə içində bir şey nizamından çıxa biləcək. Bu səni əsəbləşdirə bilər, öfkələndirə bilər. Bu həftə sənin dəqiqliyinə, sənin analizinə, anlayışına ailədən birisinin ehtiyac duya biləcək. Üzr istəyirəm, biraz səs var, qonşuluqda işlər gedir, ona görə üzürlü sayıb. Ana, ata tərəfdən sağlığına məşğul ola bilərsən və ya bir keçmişi xatırlaya bilərsən. Qardaş bacından bu həftə köhnə bir anlaşmamazlığı həll etmək üzrə ola bilər və ya qardaşınla, bacınla böyük bir konfliktə keçə bilərsən, mübahisə edə bilərsən. Biraz diqqətli olun, səni də yenə deyirəm, arada dolduruşa gətirərlər, dolduruşa gəlməginən. Evli olanlar əşyada evinizi dəyişə bilərsiniz və evdəki olan əşyaların yerini dəyişərək özünü rahat hiss edəcəksən. Bu həftə sosial çevrəndə köhnə bir dostdan gözlənilmədən bir xəbər gələ bilər. Uzun zamandır görüşməmisən, görüşə bilərsən, amma bu həftə də ya dostun, ya rəfiqənlə aran deyə bilər. Biraz ona da diqqət et, ifadələr və fikir ver. Qohumlara qarşı incikliyin var, küskünlüyün var içində. Bir sınaqdan çıxa bilərsən. Yaxınlarınla, sənin öz sevdiklərinlə sınana bilərsən əzizim. Birilərinə kömək əl uzadacaqsan, ya birinə borc verdin, artıq özünə söz vermirsən ki, artıq mən heç kimə nə borc verməyəcəm, nə də əl uzatmayacağım. Bəzən xeyir deməyə çətinlik çəkirsən. Övladın varsa, hər şeyi mükəmməl etmək istəyirsən. Əskərlikdə əskər övladın varsa, ya əskərlikdə əskərlik çəkən biriləri varsa da, onunla bir telefon zəngi olacaq, rahat olacaqsan.
Deyilmiş, ağızdan çıxmış bir sözə görə biraz əsəbisən, tez küsürsən, tez küsəgənlikləyirsən əzizim, tez küsübdə tez barışırsan. Bu həftə çox işləyə bilərsən, çox hərəkətli ola bilərsən, bədəninə qayğı göstər, çalış. Yəni yeməklərə fikir verginən, anidən allergiyan qalxa bilər, qaraciyərindən, bir də ki, bel sütunun ağrılarına biraz diqqət et, yəni sağlığına fikir ver. Diqqətinizə görə var olun, sağ olun.